Salam benim kanalımın seyircileri. Deyir, dost dar gündə tanınar. Ama mən dar günə düşməmiş də elimi, obamı, mənsub olduğum, aid olduğum xalqı toplumu sevən adamam. Amma dünən adi avtobus sürücüsündən tutmuş bank əməkdaşına, polis işçisinə kimi hamısına minnətdarlığımı bildirirəm. Hətta o pulqabını aparan adamdan da incik deyiləm. Yəni mən inanmıram ki, kimsə kefindən, kayfından bu işlə məşğul ola. Allah onda kömək olsun. Neysə, minnətdarlıq bu qədər. Bugün Immanuel Kant haqqında oxumuşam. Əvvəllər də oxumuşam onun haqda. Bugün neysə bir aforizmlərin filan tapdım. Bilirsiniz, dünənləri mənim başıma o hadisə gələndə içində sürücülük vəsiqəm, sənədlərim, maaş kartım, başqa kartlar itəndə indiyə kimi də mən şükranlıq kimi başa düşmürəm. Mən hər gün yuxudan ayılmağıma Allaha şükür edirəm. Amma konkret onu ilə bağlı indi də əbunəçilərim yazır, var olasınız. Allah ürəyinizcə versin. O dua balansınızı daha ümdə, daha mükəmməl öz niyyətləri üçün, arzuları üçün saxlayın. Var olasınız. Niblaqadarnız kimi, eşşəklik kimi başa düşməyin. Yəni siz mənə çox istədiyiniz kimi mən də sizi çox istəyirəm. Özünüz üçün saxlayın o dua balansın. Allah'tan istemek, istek sözü hele Allah'dır. İstekün yoktursa Allah'a da inanmayacaksan. Gerek neyse isteyesen ki Allah'a da inanasan. Mesela xoşbəxt olmağı istəyəsən. Çatdıra bilməyəcəm onsuz bu videoda sonraki bir fikrimi. Immanuel Kant haqqında danışmaq istəyirdim. Onun Allah haqqında düşüncələrin. Mən də fövqəltəbii insan deyiləm ki, Rəşad Dağlı demişkən, gözəl bir onun frazası var. İnsan olmağa çalışanlardanam. Çünki indi bu dəqiqə desək ki, mən artıq insanam, onda gərək oyun dayana. Mən də torpaqdan yaradılmışlardan biri. Bu qədər, var olasınız, özünüzə yaxşı baxın.